Peyğəmbər sallallahu kəlamlarının birində buyurur, "Leysə minna mən ləm yuvaqqir kebirana və yərhəm səbirana." Bizdən deyil, böyüklərə hörmət etməyən və kiçiklərə isə mərhəmətlə davranmayan. Yəni, müsəlman hesab eləmək olmaz. O kəs ki, böyüklərə hörmət eləmir, kiçiklərə də mərhəmətlə davranır. Deməli, bizim dinimizin təməl prinsiplərindən, əsaslarından biri böyüklərə nə etməkdir? Hörmət etməkdir. Digər bir hədisdə buyurur, "Bir bu Allah'ın ata-ananıza hörmət edin, ata-ananıza ehtiramla davranın ki, övladlarınız da sizə hörmətlə davransın. Övladlarınız da sizə ehtiram bəsləsin." Yəni, atanın, ananın insan zamanında hörmətini saxlaması, qoruyub saxlaması zamanla onun övladlarının ona edəcəyi hörmətin kökünü, əsasını təşkil edir. Peyğəmbər sallallahu buyurur, "İnnə min iclalillahi ikramə şeybətil muslim." Buyurur ki, ağsaçlı, yaşlı insana hörmət etmək Allah yanında insanı ucaldan əməllərdəndir. Yəni, sən əgər bir yaşlı bir ağsaqqalın əlindən tutulur, bir ağbirsə yol yeriyərkən narahatdırsa, ona kömək edirsənsə, o Allah yanında səni ucaldan əməllərdəndir. Ona görə yaşlı ağsaqqallara, ağbirsələrə, atalarımıza, analarımıza son dərəcə diqqətli olmalıyıq.